Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində deməli Eminbəyli küçəsinin döngələrindən birində, Eminbəyli küçəsi dedikdə, yəni 41 nömrəli orta məktəbin yanında olan svetofordan deməli yuxarı Bağmana tərəf 16 nömrəli məktəbə tərəf olan istiqamətdə yerləşir Eminbəyli küçəsi. 2,8 sot torpaqda deməli bir böyük salı, eyni zamanda 2 böyük otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda siz navisin alt hissəsini görürsünüz. Ölçüsü 13x5-ədir. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. İnsan hamamına keçirəm. Stilistimi piti minutkadır. Qarşıda gördüyünüz kimi isə bax hamamı bu cürdür. Necə görürsünüz? Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Dediyim kimi deməli Eminbəyli küçəsinin döngələrindən birində yerləşir. Hal-hazırda bugün üçün oradan 24 nömrəli marşrut işləyir. Ancaq mən bildiyimə görə sentyabrın 5-dən deməli burada başqa nömrəli marşrut işləməlidir bu küçə ilə. İndi isə bax 2,8 sotdur. İndi isə mən sizə bağçasını göstərirəm. Bax necə var, videosu bu cürdə çəkilir. Çox yaxınlıqda, yəni Nizami Gəncəvi prospektindən bu həyət evinə qədər olan məsafə maksimum 250-300 metrdir. Bildiyiniz kimi Nizami Gəncəvi prospektində, yəni orada deməli 41 nömrəli orta məktəb yerləşir. Dediyim kimi 24 nömrəli deməli marşrut təxminən 20-30 metrliyindən keçir. Bura isə mətbəğidir. Bax necə görürsünüz bu cürdə var. Polu taxtadır. Möhkəm materialdır. Qarşıda zalını görürsünüz. Zalın uzunluğu 7-20, eni isə 4,20-dir. Bax, belə bir həyət evinin qiyməti 67.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. O otaqların ölçüsü 3-ün 4-ə, 4-ün 4-ə. Kör otaq yoxdur. Polu yenidən göstərən polunu, yəni möhkəm materialdır. Bax, bu deməli otaqlardan biridir, bu cürdür. İndi isə ikinci otağı göstərirəm. İkinci otağın düzü hal-hazırda bağlıdır qapısı, ancaq kör otaq deyil. Mənə deyilənə görə 2 ədəd pəncərəsi var, 3-ün 4-ədir. Bax, belə bir həyət evinin qiyməti 67.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.